Bu Halis Ağa'nın çıktılar geçti. Şöyle zaman dedi ki her nasılsınız dedi kaymaklılar. Dedi ne be hayır olsun yaş gelipsiz dedi ki seni ayın falanında toya çağırır. Dedi ben avdının üstüne giderim mi dedi ustadaşım. Sen aşağı koyup burada ne yazırsan. Bu da dedi ki vallahi dedi yoktu Bakı'dadır. Yani de dedi ki o ki Bakı'dadır. Ani sesinden falan gün yaxşı. Getdik, neyse getdik. Şoföre dedi, buraya sür dedi, Avdının öyüne. Avdının öyüne sürdü, getdik. Avdının yoldaşı eşeğe çıktı, başlayım kardeş, hoş gelsin falan beri. Dedi axı, Avdı öydədir mi? Dedi, yoktu. Haradadır? Dedi, Bakıdadır. Dedi, hava gelecek, dedi, hele bir hafta çekecek. Ne olur dedi, böyle. Dedi, yok valla niye? Sen bilmirəm mi? Eğlen birisi geldi, çalışan dedi, yok dedi. Bu da oğru başçısıdır Kaymaklının, Kaymaklı adında kişidir. Yanvarın 4'üdür, orada da uçak da qarlı olan yerdir. Qar buraya çıkır, bak düz buraya. Getdik meclise, palata qurublar, buradan dağ dağının dibine, hələ Bəlkədən qarı, keçədən döşüyürlər, iki yerde, her yerde palata qurublar. Palatanın üstü bütün keçədir, üç yerde de yekə tuş beşləri yanır. Neyse daha girdi içeri, meclis başladı. Beşləri gün bir oğlan geldi, stolun başında oturdu orada. Dedi, usta suyun dedi beni. Daha usta kalktı, bana dedi, anağa keçdi. Beni koymadı saz götürmeye. Anağı keçirdi, bulaşını da mavi. Bulaşını soyundu mavi, ben de bulaşı kucağıma aldım ama yolum buna doğruydu, meydana. Elime beni yokladım ki taparsa suyun dedi. Bu tamada kalktı dedik suyu dedi. Bir sınava tehce bir iki yerde çakır olmaya. Peçetini kanyak, bir de arak peçetini. Dedi bize sohbet eləyəsən, dedi sohbet eləyəsən eşitsən sonra biz dağ adamıyıq. Dedi başta. Bizde Dəmirçioğlu'na kendimine gelmesi bildi. Bunu yazırsın mı? Yazırsan mı? Ne yazıram? Sonra yine sonra yazırsan. Bu dedi baş dedi. Bu demirəm Dəmirçioğlu'na kendimine gelmesinin bizde bir denedir. Bir daslandı. Onlar burada Köroğlu'yu ayrılar. Bu başladı söhbəti o yere çatdırdı ki Dəmirçioğlu Terli xanımı getməyə gedir. Bu Köroğlu yola salır, bu gedir. Gedəndə o şey bunu tapır. Da bu çok yerleri var. Bunu tapır, xeyli söhbət edəndən sonra gedir onun kardeşi Hasan Bey eşidir ki aşık gelir, çağırtırır. Kız Terli Xanımadan gönderir ki gelen aşık o ne eləyəcək? Birini de bize versin. Bu gəlir şəhəri baxır ki aşığı pötə elə bil nədir. Amma baxır ki məhvətdən biraz məhvətlidir. Deyir kimsən? Deyir mən falan yerlənəm. Nə bilim bəri. Qarabaş dağılandan sonra deyir mən Köroğlu göndərib sən aparmağa gəlmişəm. Deyir mən necə aparasam? Deyir mən aparmasını bilirəm. Sən deyir hardan aparım? Deyir mən cümə günü hamamı edəcəm. Hamamdan məni götürə bilərsən. Bu da Ərəb atı var. Ərəb at deyirlər ona. Ərəb yəhər qoyuldurmur. Yani o gerek diz verək, şükəyə, əylənə, çünkü minmək çətindir. Yəhərlənə, minəsən ondan özü qalxır. 6 metre o hündürlüğüne hoppanır. Elə attı. Bunu mindi, ne olacaqdan əl-əzində silah götdü, çıxdı, getdi, kızı aldı. İndi gözlüyü kız gelmir. Getirdi özünü hamamaya. Hamam sen ne qarısan, götdü atın qabana tulladı, əzilaq dedi, əkili buradan. Hamama girdi ki kız paltarını giyinir. Ey dedi, bey haram dedi, siz doğrudan da dedi kanmazsınız dedi. Köpek kız dedi, at kızı götü bir yeme otun bir yerine bastı. Başladı devran elmeye, pul töymeye, pulu töke gezir. Bu diyor ne işim var ki haber verilen, bu diyor ne işim var haber verilen, bu ne diyor ne işim haber verilen. Bu vakti Ərəb at şişir. Qala qapıları bağlanır, getirir Hasan'ın yanına at toplananmır. At toplananmır, geldi ortaya sazda şeyinde böyle formu.
Bak belə durdu. Demirşoğlu ata bir herre anasını sattığım bir kapı iliştirdi. At hasarı hoppandı. Kalk belə. Bak belə yavaş yavaş kalktı. Dedi suyun ki elə bildik. Doğrudan da Köroğlu şəhəri geldi. Mən onda gördüm onun hünərini. Çox məclislərdə olmuşduq. 20 il deyirəm sənə onun yanına geyib gəlmişəm. Mən elə hərəkətini görməmişdim. Bax elə hərəkətini. Orasını da deyim ki, arada bodunuz paylanır. Gördüm bir cavan oğlan bir badınız payladı. Kardeş bu boduzu nə paylayırsan? Dedi ki, buna zakaz verəsizlər dedi. Zakazın əvəzinə xalq bunu koymur, bunun ağırı kurtarmalıdır. Ona göre zakazı yıkırıq. Bir saatten sonra keçmədi bir borduz gene paylandı. Bu kimindir? Dedi bu da dedi çayşın. 2 tane zırı oğlandır. Palatanın biri o tarafında biri bu tarafında durur. Kardeş onlar nəsidir? Dedi onlar qoçudur dedi. Kimin ağzından bizə qədər, sıvın qədər söz çıkırsa da kulağının atı beş getirir. 3 gece orada kaldık, 3 gün. 3 gece kaldım buraya. Ben onda o kişinin o hareketini onda gördüm ki o doğrudan da Köroğluymuş. Mesela. Ne kadar dastan əhvalat bilirdiniz Sabir əmi? 400'den çok. 400'den çok əhvalat verirdi. Həqiqi deyirəm mən valla. O bir gecede belki 20 dəfə 20 söz dəyişib oxuya bilərdi. Onun elə var, elə talantı var idi. O rəhmətlik şeirini yazırdı, eləmi? Yaza oxuyurdu. Oxuyurdu. Bir saatten sonra hemen sözü bir mecliste oxuyurdu. Ona göre talant var Çok imiş. hünəri, çok talantlıydı. Çok talantlıydı. Həqiqi. O elə bir bu şair Nəviyə deyib ki, istəyirəm mən də şeir yazam. Deyib otduğun yeri tut. Şeir nədir? Qoymayıb yazmağa bunu o vaxt. Bunun yanında nəbini kişiyə şərt tutanda qoymayıb. Bunda olan talant, bacarıq yəni mən başqalarına milyon aşığına gəzmişəm. Yanında da olmuşam, görmüşəm də bir nəfər olsun ona çatan aşıq yoxdur ki, doğrudan da dersə ki, ruhla gəzdi. O kişi həm Köroğluydu, həm Kərəmi idi, həm Leyli idi, həm Məcnunu idi. Hası havi, hası nağılı başlayardı, onu donuna girərdi. Tanımazdım bu söz sərəşlidir mi, yoxsa Məcnundur mu? Məcnun kim ağlayırdı? Bak elə bomba elə talant var idi. O aktyor idi, təmiz aktyor idi. O açıq deyil, aktyor. Hası yola istəsə onu eləyə bilər. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin.